Amerika Birləşmiş Ştatlarında son aylarda insanların ən çox danışdığı mövzulardan biri market qiymətləridir. Əvvəllər 100 dollara rahatlıqla doldurulan alış-veriş arabası indi bəzən 200 dollara belə tam dolmur. Yumurta, süd, çörək, ət, meyvə və tərəvəz kimi gündəlik istifadə olunan məhsulların qiymətləri ciddi şəkildə artıb. Bir çox ailə əvvəlki kimi rahat alış-veriş edə bilmir. Bəzi insanlar isə artıq gündəlik qida seçimlərini dəyişməyə başlayırlar. Sosial şəbəkələrdə Amerikalılar eyni məhsulların əvvəlki və indiki qiymətlərini paylaşaraq bahalaşmanın nə qədər sürətli olduğunu göstərirlər. Bu vəziyyətin səbəbi isə təkcə adi inflyasiya deyil. Son illərdə dünyada baş verən müharibələr, enerji və yanacaq qiymətlərinin yüksəlməsi, beynəlxalq logistika problemləri, kənd təsərrüfatında istehsal xərclərinin artması və böyük şirkətlərin qiymət siyasəti qida məhsullarının bahalaşmasına ciddi təsir edir. Fermalar üçün yem, gübrə və nəqliyyat xərcləri artdıqca, bu artım birbaşa market qiymətlərinə də təsir göstərir. Mütəxəssislərin fikrincə, problem yalnız Amerika Birləşmiş Ştatları ilə məhdudlaşmır. Dünyanın ən böyük iqtisadi güclərindən birində insanların gündəlik qida qiymətlərindən narahat olması qlobal iqtisadi sistem üçün ciddi siqnal hesab olunur. Bəzi iqtisadçılar isə yaxın illərdə qida böhranının daha da dərinləşə biləcəyini və xüsusilə orta və aşağı gəlirli ailələrin daha çox çətinlik yaşayacağını bildiriblər.